Kəsmə nə olar? Tamam. Direktdə məndən 1-2 nəfər həmişə çolkanızı necə kəsirsiniz deyə soruşurdu. Mənim çolkalarımı həmişə bacım kəsir. Ona görə bu dəfə istədim ki, çolkamı kəsəndə sizə də göstərək. Yenə Aynuru zorla yuxudan oyatmışam ki, mənim çolkalarımı kəssin. Bir dəfə belə bir səhv eləyəndə çox pis nəticə almışdım. Əvvəlcə ayırırıq. Ortadan 2-yə ayırdı deyəsən. Yuxuludur deyə özü danışmaq istəmir. Mən səsləndirirəm. Daha sonra burasını 3 günc formada ayırır. Hə? İndi digər tərəf eləyirik. Aha, çolkamı ayırdıq. Belə 3 günc formada. Belə burur. Aha, ya Allah. Gözlə. Kəsdi. İndi görək necə olacaq. Əvvəlcə ortadan 2-yə ayırdıq. Daha sonra bu 2-yə ayırdıqlarımızı yenə oralarda ortadan ayırırsan onları. Hə, onları da ortadan biraz bir orta hissədən bir qism. Aha, belə bir şey. Baxın belə. Sonra bunu kəsəcək birinci. Vallahi heyecanlıyam. Özü çəkilişə gedirəm. Necə olacaq görəsən? Çox kəsmə nə olar? Aha, kəsdi. İndi belə eləyir mənim ən sevdiyim. İndi bu kəsdiyi çolkamla bu uzun hissəni birləşdirir. Birləşdirdiyimi yana eləyirəm. Belə yana doğru eləyib, bir də belə kəsir. İndi son dokunuşlar, ukladka eləyib baxaq görək nəticəsi necə alınıb. Mənim çolkalarımın son halı bu şəkildə oldu. Belə göstərim həm yandan, həm də ön hissədən. Yəni mənim havalı çolkalarımı bu cür əldə eləyirik. Kəsirik, daha sonra isə hava feyrindən ukladka eləyirəm. Belə.